Dəri hərçənginin hər hansı bir əlamətin olub-olmaması üçün dəridə olan halların dəyişkənliyinə diqqət yetirmək lazımdır. Əksər hallarda dəri hərçəngi günəşə məruz olan hissələrdə əmələ gəlir. Lakin bəzi hallarda ağız boşluğunda, cinsi orqanların dəri səthində, dırnaq altında da əmələ gələ bilər. Bu halda nəyə diqqət etməliyik? Birincisi asimetri, dərinin nizamsız formada malik olması. İkincisi sərhədləri qeyri-düzgün, girintili, çıxıntılı olması. Üçüncüsü rəng, bir halda bir neçə rəngin olması və ya halın qaralması. Dördüncüsü diametr 5 mm ölçüsüdə böyük olması və beşincisi halın bir neçə gün ya həftələr, aylar ərzində böyüməsi. Həmçinin qanamağa, ağrı və qaşıma meyilli olarsa, ona da diqqət yetirmək lazımdır. Dəridə olan halların və dəri törəmələrin diaqnostikası üçün Kanya Dəri Klinikasına fotofoner cihazı vasitəsilə müayinədən keçin.